Deməli, qrop debutu bildiyiniz kimi ağlarla J4 gedişindən başlayır. J4 biz oynayırıq D5, fil J2. Ondan sonra isə biz oynayırıq, daha doğrusu fillə J4-dəki piyadanı vururuq. Və burada ağlar da oynayır C4. C4 oynayıb keçən dərsdə göstərdiyim kimi, daha doğrusu 20-ci dərsdə göstərdiyim kimi biz vurduqdan sonra fil B7-dəki piyadanı götürür. Sonra da topumuzu götürmək istəyir və götürür də və material üstünlüyü ilə ağlar qabaqda olur. Ona görə biz bu ilk tələdən qorunuruq və oynayırıq deməli C6. C6 oynadıqdan sonra ağlar dəyişirlər piyadaları və burada piyadalar dəyişdikdən sonra oynayırlar vəzir B3. Vəzir B3 gedişin məqsədi həm D5-dəki, həm B7-dəki piyadalara hücum edib piyada üstünlüyünə götürmək. Biz isə burada əsas D5 piyadamızı qoruyuruq B7-yə fikir vermədən. Ağlar təbii ki, B7-dəki piyadanı götürdükdən sonra biz oynayırıq at D7. Vəzirlə topu bir cinahda saxlayırıq ki, yəni vəzir topu qorusun. Deməli, bu gedişdən sonra ağlar artıq görür ki, deməli D5-dəki piyadanı ağlar götürə bilər. Yəni burada artıq qaralarda vəziyyət daha yaxşı olur. Çünki fikir versəz, ağlarda 3 dənə yüngül fiqur inkişaf olunmayıb və piyadalar da mərkəzi tutmayıb. Amma ağlarda isə bircə dənə fil F8-dəki fil inkişaf olunmayıb. Yəni ona görə həm inkişafdan da qaralar öndədir. Deməli, burada yenə də əgər D5-dəki piyadanı fillə götürməsə ağlar, yenə də qaralarda vəziyyət daha yaxşı olur. Deməli, əgər götürsə nə olur? Gəlin o situasiyada baxaq. Deməli, ağlar fil D5 vurdu. Fil D5 vurduqdan sonra bizim burada vəzirə hücum edirik. Deməli, top B8 oynayırıq. Top B8 oynadıqdan sonra görürük ki, artıq ağlar burada heç bir tərəfə, yəni istədikləri yerə qaça bilmirlər. Nəyə görə? Çünki vəzir fili qoruyur. Misal üçün, oynasalar vəzir 6, biz burada topla götürürük, daha doğrusu atla götürürük D5-dəki fili. Burada isə qaraların bir dənə yeganə gedişi olur ki, qorusunlar deməli öz fillərini, vəzir C6 gedişidir. Amma yenə də bu səhv gedişdir, çünki biz C8 oynadıqdan sonra vəzir misal üçün B5-ə getsə ki, yenə də öz filini qorusun, biz deməli C1 xanasından mat qoyuruq.